Hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün sizə şəxsi tikili. Həqiqətən də deyirsiniz ki, bəlkə çəkilişdə bu cür nə düşür? Yox, gerçəkdə də bu cür nədir? Çox geniş otaqları olan 8 otaq. 4-ü tam təmirli, yəni 2 mərtəbəli, 2 sotda inşa olunmuş şəxsi evdir. 4 dövrəmə qoşadaşdan 3 dənə fundamenti var. Həm yerdə, həm mərtəbə arasında, həm də sonda kəməri var. Hörmətli izləyicilərimiz, qonaq otağındayım. Geniş qonaq otağı var. Otaqları heç demirəm, otaqlar hamısı genişdir. İstilənmə kombi sistemidir. Ev sahibinin gücü çatandan ikinci mərtəbə tam təmirlidir. Birinci mərtəbə isə təmirsizdir. Hamısını sizə izah edəcəm. Baxın, bu hissədə qonaq otağı bölgü dəhliz vasitəsi aparılıb. Çoxdan evidir, taxta polda istədiyiniz ki, önümüzə giriş qapı. Bu hissədə mətbəx yerləşir. 1, 2, 3 yataq otağı. Sanitar qovşaq ayrıca. Hər mərtəbə çaylıya da yararlı edə bilərsiniz. Burada yerləşir yataq otağından birincisi. Bu otağı necə görürsünüzsə, bu otaqda eyni cürünə genişlikdədir. Sadəcə ev sahibi bu otaqda olduğu üçün çəkib təqdimat eləyə bilmirik. Burada yerləşir isə geniş yataq otağından ikincisi. Baxın, burada yataq otağıdır. Aynaların hər birisinin qarşısı açıqdır. Söz ola bilməz də, qiymətə gələndə qiymət vəfşi çox superdir. Yəni, ev sahibinin gücü çatandan da belə deyək. Burada mətbəx yerləşir. Mətbəxə baxın, o makler evlərinin qonaq otağından da geniş mətbəxi var. Sadəcə ev sahibi mətbəx bebili yığdırmayıb da, yəni hər şey hazırdır. Mətbəx bebili yığdır, bəhbəhdən yaşa. Pəncərəsinin qarşısı açıq. 2 sot torpaq sahəsində 8 otaq, 4 otağı tam təmirli, digər birinci mərtəbədə təmirsiz. Sanitar qovşağa baxın, meydançadır. Geniş sanitar qovşağı var. Və çıxıram həyət yanı sahəsinin təqdimatına. Dəyərli izləyicilərimiz, kupçalıdır. Torpağında evin də kupçası var. Torpağında evin də kupçası var. 200 kvadratdır ümumi kupçada sahəsi. Keçirəm həyət yanı sahəsinin və alt hissəsinin təqdimatına. İzləyicilərimiz, bu da az öncə təqdim elədiyim evin çöldən görünüşü. Həyət yanı sahəsinə bir maşın rahat şəkildə daxil olub. Birisi də qaraj hissəsidir. Bir maşın da qaraja daxil olub. Bunun işte 2 maşının yeri var. Həyətin trapına kimi mövcuddur. Bütün terminallar var, sayğaclar var, ehtiyac su çəni. Evin bu hissəsində də ərazisi var. Digər yan tərəfində də ərazisi var. Kombi bu hissədə quraşdırılıb. İkinci mərtəbə qalxan pilləkəndə. Bu hissəsi bağlıdır, hörmətli izləyicilərimiz. Yağış qar tutmur. Buradan ikinci mərtəbəyə qalxan hissəsi. Yəni, ev sahibi çölün alt hissəsini təmir etməyə imkan olmadığı üçün birinci mərtəbədə yerləşən sanitar qovşağı, eyni ikinci mərtəbədə sanitar qovşağının alt hissəsində yerləşir. Eyni proyektdir. Sadəcə ev sahibi otağa baxın, birinci mərtəbədə yerləşir. Bu geniş otağı 2 hissəyə, baxın, burada hörgüsü də var. 2 hissəyə bölə bilərsiniz. Bir otaq burada, digər otaq orada. İstəsəniz böyük bir otaq eləyə bilərsiniz. Qapısını ayrı-ayrı qoyub. Ev sahibi ikinci mərtəbədə həmən bu cürünə bölgə aparmışdı. 2 otaq burada yaratmışdı. Burada yerləşir növbəti yataq otağı. Eyni yuxarıdakı proyekt aşağıda, hörmətli izləyicilərimiz. Burada isə qonaq otağı. Ölçüyə baxın, maşallah olsun, çox geniş. Sizcə bu ev neçə olar? Çox ucuz. Hörmətli izləyicilərimiz, cəmi cümlətanə 110.000 manata ilkin qiymət olaraq təklif olunur. Real müştərilərdən qiymətdə razılaşmaq da olacaq. Torpağında evin də kupçası var. Bu hissələrin hamısının kupçası var. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Yerləşməli Abşeron rayonu Masazır qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi, Cantəpə ərazisi sayılır. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Əlaqə saxlayın, gəlin bu evdən yaxından tanış olun, almağa dəyər. Şəxsi ev istəyənlər vəfşi. Bu cür evlərin xüsusi müştəriləri var ki, onlardan zəngilər gözləyirik. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm.